Yasamal rayonu Şəfaət Mehdiyev küçəsi 1054 ünvanında səyyar meyvə-tərəvəz satışı ilə məşğul olan şəxsin iPhone 16 Pro markalı telefonu oğurlanıb. Pancomi TV Qaynar-Infoya istinadən xəbər verir ki, oğurluğu ona alıcı adı ilə yaxınlaşan şəxs edib. Həmin şəxs 15 kiloqram qarpız alacağını deyərək satıcının başını qarışdırıb. Satıcının qarpız seçməyə başı qarışdığı vaxt alıcı ona məxsus telefonu oğurlayıb. O, həmin telefonu 20 yanvar ərazisində 150 manata sataraq əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləyib. Satıcı telefonunun oğurlanmasından xəbər tutduqdan sonra hüquq mühafizə orqanlarına müraciət edib. Hadisəni törədən şəxs saxlanılıb və ona qarşı Cinayət Məcəlləsinin 177 birinci maddəsi ilə ittiham irəli sürülüb. Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Cinayət işinə Sabunçu rayon məhkəməsində hakim Mir Sadiq Seyidovun sədrliyi ilə baxılıb. Məhkəmə zamanı həmin şəxs özünü verilmiş ittiham üzrə təqsirli sayıb. O bildirib ki, bundan əvvəl də oğurluq cinayətinə görə məhkum